Salam əziz şagirdlər, indi isə havada uçuş ulduzlara doğru dərsimizin ikinci hissəsinin ev tapşırıqları ilə tanış olaq. Hava şarının uçuş prinsiplərini ardıcıllıqla qeyd edin. Uşaqlar, yəqin ki, həmin şəkildə kitabınızda var və siz həmin elementləri xatırlayırsınız. Orada istifadə olunan o cihazlar hansılar idi, diqqət edərsiniz. Növbəti tapşırığımız hava şarının elementləri hansılar idi? Onlar nə məqsədlə istifadə olunurdu? Növbəti tapşırığımız yəqin ki, Kapadokiyada və ya Şamaxıda hava şarı ilə səyahət etmisiniz və ya etmək istəyirsiniz. Bu səyahətlə bağlı hava şarına aid informativ mətn qurun. Məsələn, siz mətni belə başlaya bilərsiniz. Yay tətilində Şamaxıya getməyi planlaşdırmışdıq. Eşitdik ki, orada hava şarları ilə səyahət təşkil ediləcək. Nəhayət, gözlənilən gün gəlib çatdı. Uşaqlar, siz oxuduğunuz mətnə uyğun informativ bir mətn yazarsınız. Sağ olun, gələn dərsimizə qədər.